Hörmətli Cənab Prezident, hörmətli qonaqlar, sizi bir də Azərbaycanda səmiyyətlə salamlayıram. Azərbaycandan xoş gəlmişsiniz. Bizim sizinlə görüşlərimiz müntəzəm xarakter daşıyır. Son 4 il ərzində bu bizim 7-ci görüşümüzdür. Son görüşlər beynəlxalq təşkilatların toplantıları çərçivəsində baş vermişdir. Ancaq mən xatırlayıram ki, prezident kimi siz Azərbaycana ilk dəfə 2019-cu ildə gəlmişsiniz və bizim şəxsi münasibətlərimiz də o vaxtdan başlayır və bugün də uğurla davam edir. Mən 2022-ci ilin yanvarında Kiyevə səfərimi də xatırlayıram və sizinlə apardığımız fikir mübadiləsi və ondan sonraki təmaslar Ukrayna-Azərbaycan əlaqələrini daha yüksək səviyyə qaldırmışdır. Əməkdaşlığımızın çox güclü siyasi təməli vardır. 2008-ci ildə Kiyevdə və 2011-ci ildə Bakıda strateji tərəfdaşlığa dair 2 sənəd imzalanmışdır və bu da çox güclü siyasi sənədlərdir. O sənədlərdə ölkələrimizin qarşılıqlı olaraq ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı məsələləri öz əksini tapmışdır. Və bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq Ukrayna və Azərbaycan ölkələrin suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcəkdir. Keçən il 2 mühüm hadisə baş vermişdir. Bakıda Xarici İşlər Nazirliklərinin məsləhətləşmələri keçirilmişdir və hökumətlər arası komissiyanın iclası keçirilmişdir. Bugün söhbət əsnasında bu tədbirlərin Ukraynada növbəti dövrdə keçirilməsi haqqında da fikir mübadiləsi aparılmışdır. Bir sözlə, bir çox istiqamətlər üzrə bugün biz uğurla əməkdaşlıq edirik. Bu əməkdaşlıq bugün bir daha təsdiqləndi. Müzakirə edilən məsələlər arasında siyasi dialoqdan başqa, xüsusilə energetika sahəsində əməkdaşlığı qeyd etmək istərdim. Burada həm əldə edilmiş nailiyyətlər var. SOCAR Ukraynada uzun illərdir ki, uğurlu fəaliyyət göstərir. Eyni zamanda çox gözəl perspektivlər var. Birgə layihələr var. Birgə təşəbbüslər, o cümlədən sərmayə qoyuluşu ilə bağlı məsələlər bugün ətraflı müzakirə edilmişdir. Təbii ki, ticarət dövriyyəsinin bundan sonra da artırılması məsələləri də gündəliyin mərkəzindədir. Bizim ticarət dövriyyəmiz $500 milyard ötüb, amma ümid edirəm ki, növbəti illərdə bu rəqəm daha da böyüyəcək, çünki buna da böyük imkanlar var. Hərbi texniki əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı və burada da çox böyük perspektivlər var. Həm Ukraynada, həm Azərbaycanda hərbi sənaye kompleksi inkişaf edir və burada birgə istehsalla bağlı, ümumiyyətcə sənaye sahəsində birgə istehsalla bağlı çox gözəl imkanlar var. Bu barədə də bugün ətraflı danışıldı. Və bütün başqa sahələrdə biz əməkdaşlığımızı dərinləşdirmək istəyirik. Qeyd etdiyim kimi, prezidentlər səviyyəsində son 4 il ərzində 7 görüşün keçirilməsi, sonuncu görüş 2 ay bundan əvvəl München şəhərində olmuşdur, gözəl göstəricidir. Bu, əlaqələrimizin nə qədər dinamik olmasından xəbər verir, qarşılıqlı hörmətdən, qarşılıqlı maraqların təmin edilməsindən biz bugün danışırıq. Və əminəm ki, bugünkü səfər Ukrayna-Azərbaycan dostluq əlaqələrinin inkişafına növbəti mühüm töhfə olacaqdır. Bir daha sizi və bütün Ukraynalı qonaqlarımızı səmimiyyətlə salamlayıram.
Дуже дякую вам, шановний пане президенте. Хочу подякувати Hörmətli cənab prezident, çox sağ olun. Mən sizə за təşəkkürümü bildirmək istəyirəm. O cümlədən nümayəndə heyətimizə göstərilən diqqətə görə minnətdaram. Bizim müxtəlif beynəlxalq platformalarda görüşlərimiz olub. Ötən il Я дякую Азербайджану biz за підтримку нашого görüşlərimizdə qeyd etmişik ki, biz hər zaman bir-birimizi dəstəkləmişik ki, mən qeyd etmişəm ki, biz Azərbaycanın ərazi bütövlüyünü və müstəqilliyini hər zaman dəstəkləmişik ki, və eyni zamanda biz Ukraynaya eyni münasibəti görmüşük. Əlbəttə ki, Azərbaycan нашої делегації müharibə başladıktan sonra bu mənim Azərbaycana ilk səfərimdir və mən bura nümayəndə heyətimlə gəlmişəm. Sizə təşəkkür edirəm. 6 sənədi bugün imzaladıq. пізніше поділяться. Heyətlərimiz Це rізні напрямки. bir mənalı olaraq onların təfərrüatları ilə bağlı fikir mübadiləsi aparacaqdır. Bugün sahələrə gəldikdə bir nömrəli sahə təhlükəsizlikdir. Müdafiə sənayesi sahəsində artıma gəldikdə Ukrayna müharibə şəraitindən irəli gələrək öz müqavimət gücünü göstərdi və biz ekspert biliklərimizi bölüşmək istərdik. Bugün Підтримують ekspertlərimiz Azərbaycandadır. розвивати Onlar Azərbaycanla olan həmkarlarına dəstək verir və biz bu tərəfdaşlığı bundan sonra da davam etdirərək birgə istehsalı başlayacağıq. і безпеку. Digər mühüm sahələr var. Əlbəttə ki, bunlar bizim xalqlarımızın, ölkələrimizin təhlükəsizliyinə töhfə verir və sözün əsl mənasında biz istərdik ki, ölkələrimiz arasında bu əlaqələr daha da artsın. Дякую пану президенту Əlavə olaraq за те, що mən cənab prezidentə təşəkkürümü bildirmək istəyirəm ki, український народ був не наодинці, Bizim безумовно, це наша протиповітряна tərəfdaşlığımız річні військові, həmin bu çox sərt qış şəraitində davam etmişdir. партнерські відносини, Eyni zamanda əlbəttə ki, biz hava hücumundan müdafiə випробування. tədbirlərini görmüşük, lakin buna baxmayaraq enerji sahəsində təchizata gəldikdə belə bir çox ağır bir dövrdə biz 11 yardım paketini almışıq Azərbaycandan. Bu yardıma Відповідних görə ініціатив. Окремо biz öz təşəkkürümüzü bildiririk ki, подякувати biz bu haqda xeyli söhbət apardıq. Biz həmçinin xüsusi olaraq cənab prezident sizə təşəkkürümüzü bildiririk ki, siz bizim uşaqlarımıza kömək edirsiniz. території, Uşaqlar, яким було дуже важко, які постраждали bu через övladlarımız cəbhə yanı bölgələrdən gəlirlər. Onlar əzab əziyyətlərlə üzləşiblər, müharibədən əziyyət çəkiblər. Dəstəyinizə görə təşəkkür edirik və дякую за таку гуманітарну 500-dən artıq Ukrayna uşaqları buradadır və bu humanitar dəstəyə görə sizə minnətdarıq. співробітництво. İlk öncə biz energetika sahəsini müzakirə etdik, əməkdaşlığımıza nəzər saldıq. Україні, в Європі, в Bugün усьому світі через əslində nəinki Ukrayna üçün, bütün dünya üçün, Avropa üçün bu böyük bir çağırışdır. дякую за це. İranla müharibə aparılır. Bizə etibarlı tərəfdaşlarımız lazımdır bu halda. Дуже часто Buna görə sizə təşəkkür edirik ki, biz çox şadıq ki, Azərbaycanlı tələbələr bir çox hallarda Ну і дуже məhz Ukraynanı öz təhsil bir ocağı kimi seçirlər. Biz buna görə də зусиль. təşəkkür edirik ki, biz eyni zamanda sülh sahəsində səyləri müzakirə etdik. Bu, Ukrayna üçün olduqca vacibdir ki, yekun nəticədə bu müharibəyə son qoyulsun. Наших партнерів в Әлбәттə. медіації цього процесу. Ми Biz поділилися з президентом bu prosesi vasitəçilik edən tərəfdaşlara minnətdarıq. Azərbaycanlık перемовин. Ми мали такі Biz перемовини. Azərbaycan prezidentinə minnətdarıq. Bizim üç tərəfli və digər formatda Американськими danışıqlarımız oldu. Onlardan bəziləri Türkiyədə baş tutdu. Daha sonra isə Amerikalı tərəfdaşlarımızla Cenevrədə görüşdük və danışıqlarımızı həmçinin Azərbaycanda istərdik aparaq. Bir halda ki, əgər bu diplomatiyanı həmçinin Rusiya tərəfi də seçərsə, cənab prezident, комплекс безпеки. düşünürəm ki, І це, müdafiə sənayesinə gəldikdə на мій погляд, сьогодні ми зробили təhlükəsizlik крок підписання. elə bir sahədir ki, orada biz çox dərin əməkdaşlıq qura bilərik və biz çox çalışmalıyıq ki, bu məqsədə nail olaq və silahların Що країни такі сильні, istehsalına gəldikdə bu bizim xalqlarımız üçün sabitlik gətirə bilər. Bizim сигнал, на мій погляд, ölkələrimizin kifayət qədər imkanları var ki, bütün çağırışlarla üzləşərək tab gətirsin və istənilən bir ölkəni götürsək və hətta nəzəri baxımından
baxımdan əgər o təcavüzlə üzləşərsə, o bilməlidir ki, öz Azərbaycanı sili і hərbi əməliyyatlarını apararaq özünü müdafiə edə bilsin. Bu baxımdan biz Azərbaycana sabitliyə, sülhə що gedən yolda Azərbaycana uğurlar arzulayırıq. Eyni bir arzularımızı biz həmçinin öz ünvanımıza гарячі bildiririk və bugün війні за останні Biz 80 ən çətin, ən ağır müharibə şəraitindəyik. зараз в мене була доповідь Mən моїх колег. səmimi sizə deyim, cənab prezident, Росія обстрілює mən нас bir різними hesabatı gördüm. цілями. Безумовно, Rusiya müxtəlif yerlərdə aviya zərbələri yenidən endirib. цивільні цілі, Dağıntılar, структуру, енергетику, залізницю. göz qarşısında onlar Цим моментом dəmir yollarını, enerji infrastrukturunu, mülki təyinatlı obyektləri hücuma çəkirlər. моє співчуття приношу всім Bugün українським əfsuslar olsun ki, artıq bəzi şəxslər öz həyatını itirib və xəsarət alan da var. Cənab prezident, sizə minnətdaram ki, siz başsağlığı verdiniz və sizə çox təşəkkür edirəm bütün bu səfəri təşkil etdiyinizə görə.